Bismillahirrahmanirrahim. Ulu Tanrının adı ilə. Ərz eləyim, kitabı açdıq fikirlə. Mən bu günləri 287-ci bölümdə bir kitab açdım. O kitab vaxtım olmadığı üçün o kitaba çox diqqətli baxa bilmədim. Amma əvvəlindən bir şeirləri başladım oxuyan. O şeirləri oxuyanda gördüm ki, bu şeirlər Həzrəti Nəsimi, şəhid Həzrəti Nəsiminin şeirləridir və çox önəmli şeirdirlər. Axtardım, görüm ki, ChatGPT, Google, Gemini acaba bu şeirlərin əslini tapırlar ki, mən buradakı əlyazmanı oxuyanmıram, o xəttə görə onu ikisi köməkliğindən oxuyan bu xəttləri də təşxis verəm nədir. Bu nəticəyə yetişdim ki, bu şeiri ki mən oxuyuram, burada əlyazmadır, internetdə yoxdur. Yəni və ChatGPT və bunu tapa bilmir. Gemini, Google-ın maşınları, ağıllı sistemləri bunu axtarıb tapa bilmirlər. Düzdür, bir 4-5 saatlıq işim var idi, ora bir baş vuracaqdım qeydəm. Tamamən zihnim buradaydı ki, əcəba mən Allahın lütfü ilə Nəsiminin bir də şeirlərini tapmışam ki, divanlarda yoxdur. Nəsiminin divanlarında yoxdur. Belə bir əlyazma ilə qarşı-qarşıya durmuşam. Çox tələsə hər halda qeydetdim və o kitaba bir də baxırıq. O kitab bizim əlimizdə deyil, türklərin əlində deyil, fransəlilərin əlindədir. Çünki onun görmüşük üçün bir dəfə göstərmişəm. Ehtiyacı yoxdur deyim. 600 səhifəlik bir kitabdır, Fransada saxlanır. Çoxlu əlyazma var. Amma əcəba bunun hamısı hərəsi bir qələmdəndir, yoxsa hərəsi bir qələm, əlbəttə o cürsü görünür ki, çox adam burada yazıbdır. Çünki çoxlu qələmlər hey dəyişir, əlyazmalar dəyişir. Onun üçün, amma bunun ən önəmlisi mənə o birinci bölümüdür. Sonra da baxacağım o birisi bölümlərdə də əcəba Nəsimi Həzrətlərinin şeirləri burada varmı, yoxmu onu axtaracağam. Mənə bir iki dənə fərziyyə gəlmişdi, onu bir də burada deyim. Ya bu şeirlər Nəsiminin öz əlyazmaları və öz xəttidir ki, divanda yoxdur. Ya da bu şeiri bir nüsxəçi, bir maraqlı adam bir nüsxədən, bir əlyazmadan yazıbdır ki, yenə divanlarda yoxdur. Əgər öz əlyazması olsa, biz bir ucubə ilə qarşı-qarşıya çıxırıq. Buna görə ki, bu xətti də mənim üçün daha gözəlləşdi. Yəni, Nəsiminin əlyazması olsa ziyarət etməlidir əslən. Təbərrük etməlidir. Bu kitabın əvvəllərindən keçək. Əlbəttə, bu əvvəllərindən keçənmirəm. Yəni, bunlara da gözüm istəyir bir baxam, görəm ki, əcəba bunlar da Həzrəti Nəsiminin şeiridir, deyilmi? Onu bir qeydim təzəşdən bunlara bir baxım. Amma zahirən ki, bu xətt əlbəttə bu xətt də aynı o xəttinəndir. Yəni, əgər o xəttləri Həzrəti Nəsiminin xətti tutsaq, bu xətt də o cür olacaq. Amma burada bir tarix görürəm. Əvvəl bu tarixi bir baxaq, görək nə yazıbdır. Vəcəddu təhriri bu vərəqi cəlili çələninin Nəməni Əfəndi Peykəri ya Peykər deyil. Bunu bir zərrəcən nə cür çevirim ki, bu adıcan beləsi yox, cünə də ayrı olur. Oxuyanmır. Vəcəddu təhriri bu Dükayı Cəlil Çələbinin Əlil Çələbinin ya Cəlil Çələbinin belə ki oxunur. Bəhaki ya Əfəndi beləsi bir şeydir. Bir peyki 840 akçə dəlil 846 bin
Aha, ehtimalən burada 2 olacaqdı. 2840 akçə. Ehtimal verirəm ya 2 ola bilər. 1-2 qətlən deyil. 2000 məsələn oxuya bilərəm ki, çünki bu 2000 hələ deyək ki 1840 akçə dəlil baqi. Qoy bunu şey eləyək. Tamam. Bu kitabı deyir ki vəcədtü təhriri bu vərəqayi Cəlili Çələbinin nəmənəsi ya Fendi ayda oxumur olalar. Elə ki 1 olacaq. 1000 ehtimal mən 1000 verirəm bunu. 1840 akçə. 1840 akçəyə bu kitabı alıbdır. 1840 akçəyə ən azı da mən indi bunu 1 oxudum. Bəlkə bu 2 ola bilər. O da oxuna bilər. 840 akçəyə vərəq baqi dardı dəftəri hacəti tölü bilənd zira bilinə qəşəng oxuyamıram bu xətti, yəni var vaxt hacət tövlə bilinə zira 20 dane ferki gluri və lefi veri ben old dökünden gayri şu belki bilen tahrir Allah Allah Ramazanül mübarək 938. Baxın bu kitabın alması alınma tarixi 938 Hicri qəməridir. Yəni bu tarixdə bu kitabı alıblar. Yəni kitab bundan çox qabaq yazılıbdır. Bu əlyazma kitabı 1000 aksənin gücü, yəni bu kitabın şeyini göstərir. Biz bəzən şeyləri görürük, o Əl-Müzdün zadını görürük keçəcəkdə. Oradan bəlli olur ki, bu kitab nə qədər bahadır. Çünki məsələn qoyunun məsələn birini alır 10 akçiyə, məsələn deyirəm. İndi hesab edin ki 938-ci ildə bu kitaba ən azından, yəni biz oxuduq 1000 dedik buna. 1840 akçə bu kitabın almasına pul veribdi 938-də. 900 indi əvvəl bunu hesablayaq ki 938-də bu kitab alınıbdı. İndi ondan neçə il yazılıb onu oturaq kənara hələ. 938 bundan çıxsaq 1447 ki indimci ildir. 509 il öncə bu kitab nə olubdu? 509 il öncə bu kitab alınıb. Tamam. Bu birinci məlumatdır ki, bu kitabın haqqında tapdıq. Bu xəttinə yazıbdır. Burada da bir şeylər yazıbdır, amma yenə də bunlarda çox biraz da əyri yazdığına görə çətin oxunar. Biraz da xəttin başarmırıq çətin oxunar, amma bu qismətlərdə yaxşı məlumat kitab haqqında verəcək. Yəni bu birinci məlumatı ilə bu idi ki, tapdıq burada. İkinci səhifədə burada şeir desin tanrıcı. Şeirin modelinə baxıram, yəni o halətinə baxıram. Elə bir şeylə bu da şeyin ol. Eymal-i cəqrun vadi marayi əldə
Qərai əldə əzimət. Xətti oxuyamıram, təəssüflə oxuyamıram. Burada birinci xətti ki, biraz da gözəldir, oxuya bilərəm bəlkə. Bəlkə deyirəm, onu bir salam aleyküm, əziz dostum, necəsiz, nə var, nə yox. Dil pərişan olmaz idi, zülf-i canan olmasa. Dil pərişan olmaz idi, zülf-i canan olmasa. Cani kim yığmaya urdi, çeşmi fəttan olmasa. Calibdir, burada yağma olacaqdı hətmən. Dil pərişan olmaz idi, zülf-i canan olmasa. Cani kim yağma urdi, çeşmi fəttan olmasa. Ağlamaz Fərhad dil çəkmə mehnəti tağini. Ağlamaz Fərhad dil çəkilə mehnəti tağini. Dərd و qəmdən dil zəbun olmazdı hicran olmasa. Hər kişinin sözünə uyub bu bəndil həstənün. Hər kişinin sözünə uyub bu bəndil həstənün. Caninə cor eyləməzdi dilbər oğlan olmasa. Ləşkəri hicrün ürdü canu dil mülkün xərab. Ləşkəri hicrün ürdü canu dil mülkün xərab. Gər xiyalın gül kimin nehsəti sultan olmasa, ya nəxşəti sultan olmasa. İhtimalən bu əlyazılar, ərz elədim, ən azından bu 600 ilə yaxın yazılmış bir əlyazma kitabdır. Bunun oxumağı çox zor gəlir. Özəlliklə ki, bəzi yerlərdə xəttdə görsənmir kamil nədir. Etməz adəm şərbəti zəhri qəmi dildar nuş. Etməz adəm şərbəti zəhri qəmi dildar nuş. Ben qəribin yanında ölmək asan olmasa, ölmək asan olmasa. Burada görsətmədi ki, bu şeiri kim yazıbdı? Yəni, ehtimalən adı qərib ola, bəlkə oradan dedi. Sədi cani üçün səadət simidir tirün sənin. Sədi canin üçün səadət səhmidir tirün sənin. Sədrə kəc ey tir dilbər canidir birün sənin, yerün sənin. Sədi can üçün səadət səhmidir tirün sənin. Sədrə kəc ey tir dil candır yerün sənin. Ben qaməti kəman nə bəhs edim qəşən yayılə kim. Qəşin olacaq, qaşun da həman bu. Ben qaməti kəmanə nə bəhs edim qaşun yayılə kim. Yəni sənin qaşın yaydı, mən kamandan necə danışım. Aləm içrə kimsə mi vardır çəkər banc sənin. Dostum canlar verirsəm zülmü tirün üstünə. Bir boy sevi yüzü gülü nə mənə söbdür tərksən. Oxuya bilmədim xətti. Eşq meydanında bastım Vamik o Məcnun ben. Vamik o Məcnun bunlar məşhur şeydilər, aşiqlərdirlər dünyada. Eşq meydanında bastım, basmaq, zor eləmək, farsça fişar deyirlər həman.
eşq icbar zor, eşq meydanında bastım vamig و məcnun ben. Yəni onları keçdim. Bastım, keçdim. Yəni keçdim onları. Olahi meydan eşqə içrə miyan, cirun sən belə. Ey rəqibi səng ol, ey rəqib sən ol, həvəs şikar olmasına. Sanma kari eylər əfsun təzvirün sənin. Ey qəribi, bunun adı şeydir, üstəd elə qəribi oxumuşdu, adı qəribdir. Ey qəribi, çeştgəri hecri be səd qəhr ilə. Ey qəribi, tüşgəri hecri bastun qəhr ilə. Pəhləvani pir eşq oldun, məgər birün səngi. Sən. Burada qəribidən bu şeir yazılıbdır. O birisi şeirdəki görsənir naqisdir. Axirin görmədiyim üçün onu da geçirəm buradan. Bu birisi səhifədə şeirlər vardı. İstəyirəm ki, görün bunlarda bir Nəsimi deyə bir şey görsəm. Gedək bir ayrı səhifəyə. Bu səhifədə yazılardır. Ola bilər də şeir olsun. Amma çox da əyridir. Axı bunu nə cür eləsəm, mən hər nə cür eləsəm bunu oxumağı zor olacaqdır. Çünki çıxmaya rüsvadın zülfün, nazük bədən sərdən ey. Üstüxani oxuya bilmirəm. Bir şəmsənə soqdun suyu yolundan qan sıqıb ənvai günə zəhmətün çəkə. Yox, bu yazıdır, şey deyil, şeir deyil. Bir də buraq kitabı qeytaraq əsli halına. Gedək o şeirdən ki, oradan mütməyin idik. Kitabın əsli başlanır, buradan bu üzə başlanır. Tamam. Şeir, kitab buradan başlanır. Və burada gördük ki, Nəsiminin şeiridir. Əvvəldə bunu başladıq. Görək, əcəba bu şeiri Nəsiminin əvvəl adlarını tapaq ki, şeiridə Nəsimi hangi adları işi? Biri elə Hüseynidir bildiyim, biri də Nəsimidir. Həzrəti Nəsiminin şeirlərində özünə hangi adlar ya şeir adların işlətmişdir. Həzrət Nəsimi kendi şeirlərində özünə hangi adları ya şeirləri işlətmişdir. Görək ki, burada bizə bu hangi sözləri deyir. Seyid İmadıddin Nəsimi 700 illərdən ta 900 illərəcən bəlli deyil dəqiq hangi ildə şeirlərində özünə bir neçə müxləs ad və ləqəb işlətmişdir. Bunları qıssa və dəqiq olaraq belə sıralaya bilirəm. Nəsimi. Birincisi Nəsimidir. Türkcə, Azərbaycan, Osmanlı və Fars şeirlərinin çoxunda beyt sonunda Nəsimi adı görünür. Nümunə. Bu sirri Nəsimi bilir. Qeyrə nədir? İkinci Hüseyni. Bəs adlar, ləqəbləri. Acaq bunu şey eləyək. Seyyid İmadıddin Nəsiminin şeirlərindəki ad və ləqəbləri. 1. Nəsimi 2. Hüseyni 3.
xassə türk şeirlərində işlətmişdir Hüseynini. Bu məxləs Həzrəti İmam Hüseynə ruhani və mənəvi intisabi iştihara edər. İşarə edər, üzr istəyirəm. Hurufi batini mənası da var. Hurufi batini mənası da var. Yəni öz Hüseyni hərfinin batini mənası var. Üçüncü adı Seyyiddir. Şeir içərisində bəzən Seyyidəm, Seyyid olduzu kimi təbirlərlə özünü Seyyid-i Əhl-i Beytidən olduğunu vurğulayır. Bu bir rəsmi müxləs deyil amma. Vəli işlədir. Amma özü öz tavsifidir. Özü özün tavsif edir. 4. İmad. İmad da yəni sütun. Adının bir parçası olaraq İmadeddin, dinin sütunu. Bəzi yerlər, beytilərdə işarə şəklində görünür. Müxləs kimi nadir işlənibdir. Amma tamamilə yox deyil. Yəni bu cür ki, yoxdur, orada burada görünür. Yəni çox az da olsa görsənir. Beşincisi həqqi. Ənəl-həqqi təbiri işlədir. Müstəqim müxləs deyil. Amma şeirlərində haqq, ənəl-haqq, haqq bəni haqq kimi özünə işarə edən arifanə adlandırmalar çox görünür. Bu Nəsiminin hurufi vücudi düşüncəsini açıqlayır. Tamam, buracan bizə yetər ki, adların bilək. Yəni burada bəzi şeirlərə ürcahımıza şeirlər çıxsa, oradan bilək ki, indi buradan bizə bu işi də görəcəyik. Gələcəyik, Google əleyhissalamdan da o şeyi tapacağıq. Cimnay. Burada da ondan yenə yardım alacağıq ta bizə köməklik eləsin, bu şeirləri tapaq. Vəslü ki, kim ki görəydi, dərd-ü qədli içindədir. Ləlü ki, kim ki soreydi, teşnə sər ay içindədir. Teşnə səray içindədir. İndi burada bunu oxumağı dedim zordur, amma tapaq görək. Kim ki yüzü gül olmadı, sub əzələn aşina, ta əbəd adı qəra gün bəxti hicab içindədir. Gulgulət düşdü aləm uyxulunər kəskidin üş fitnələri kənari xəssə ki xuli xoy içindədir. Xuli içindədir. Sən bir cümləsini ki oxuya biləm, onu yazım. Göhrüm içində surətün can cihbi gəlmişəm birin cövhərin cövhərin küntü və künzi gör kim nə xəzan içindədir. İhtimalən bu an olacaqdı bu. Mən bunu yavaş-yavaş beləsidir. Şəms-i qəmər əgər yüzün tabinə düşmədi nədən, eşqə əsir olan kəşdi atəş o nar içindədir. Tamam, bunu mən yazsam elə bu yetər. Bunu biraz kiçiklədək qoyaq burada və burada da bunu kiçiklədək qoyaq bu tərəfə. İkisini burada yazmağa başlayaq. Şəms-ü qəmər əgər yüzün Şəms-ü qəmər əgər yüzük Şəms-ü qəmər əgər yüzün tabinə düşmədi nədən tabinə düşmədi nədən harada idi?
eşqə əsir olan kəşti iştibah elədik yenə getdi. Eşqə əsir olan kəştiyə atəş o nar içindədir. Eşqə əsir olan kəşti atəş o nar içindədir. Bu şeir kimdəndir və bu şeirin tamın yazar mısın? Bunu da bundan öncəki buradan çıxa. Mən bunu kopya eləyim ki, bəlkə ayrı yerdə lazım olar işlədək bunu. Görək Google bunu. Salam, bu gözəl və dərin mənalı beyt böyük Azərbaycan şairi Fuzulinin bir qəzəlindən götürülüb. Siz yazdığınız beyt bir az değişikliklə əslində belədir. Şəms-u qəmər ki, yüzük tabina dözmədi, nədən? Eşqə əsir olan gönül ateş nar içindədir. Şeirin kimliği və mənası. Tamam, gözəlliyi, bu şeirin davamı tamın. İstərsən bu qəzəlin tamamını və Fuzulinin bənzər mövzu ilə başqa şeirlərini sizin üçün tapım. Lütfən tamamını tap. Bu bizə neçə dənə tapsa əgər neçə köməklik elər. Bir bu ki, bu əlifba ki yazılıb da oxuya bilmirik, bunu oxuyarıq. Yəni köməklik elər, hurufu təşxis verərik, bu huruf nədir? Onu təşxis verəndən sonra qarşı-qarşıya qoyarıq. Hurufları təşxis verəndən sonra təbii ki, bu xətti gözümüz adət elər və oxuya bilərik. Qəzəl. Mən ləblərin həsrətindən göz yaşı tökərəm. Görək ki, o cür bir şey burada var ya yox. Yox, burada o cür bir şey deyil. Əgər əvvəli belə olsa. Qəzəl. Bu qəzəlin tamın yaz. Bu qəzəl klasik ədəbiyyatımızda və eyni halda Qəşqai şairlərinin, xüsusən Məzun-i Qaşqai dilində çox gözəl şəkildə tərənnüm olunub. Siz istədiyiniz o məşhur qəzəlin tamı belədir. Şəms-ü qəmər ki yüzük tabinə dözmədi, nədən? Eşqə əsir olan gönül ateş nar içindədir. Tamam, bunu buradan əvvəlin ki demədi. Nədən əvvəlin demədi getdi? Bura bəllidir ki, burada bir şeydir. Yəni bu şeir deyil, bu başqa bir şeirdir. Bir kəlmə değişməyib ya bir beyt değişməyib ki, deyək ki, bunu yazanlar yazıblar, o şeylər değişdiriblər. Şeir beləsi nə başlanır, nə də qurtarır. Şəms-ü qəmər əgər beləsi buna başqa cür soruşum. Yazım ki, bu qəzəli ən başdan ən sona qədər yaz lütfən. Görək ki, bəlkə bunun əvvəlin oradan ki, mən demişəm, oradan istir yaza. Yox, elə həman buradan başlayır. Yəni, qəzəl buradan başlayır. Şəms-ü qəmər ki, yüzünün tabinə dözmədiyinədən. Burada beləsi bir şey yoxdur. Düşmədiyinədən. Burada yazıb, Şəms-ü qəmər əgər yüzük tabinə düşmədidir, dözmədi deyil. Düşmədiyi nədən
eşqə əsir olan kəşti, kişi üstəcəm bu kişi olar. Ateş o nar içindədir. Tamam. Burada şəms-ü qəmər ki yüzünün tabinə dözmədiyinədən eşqə əsir olan gönül ateş-ü nar içində. Tamam. Burada gönülle kişini tamam qəbul edərik ki bu şeydir. Ya tabına dözmədi, onu da deyərik ki tamam dözmədi, düşmədi olubdu. Tamam. Bunu olar ki yazanlar şey eləyər. Amma indi bunun qalanında deyir ki mən ləblərinin həsrətindən göz yaşımı tökərəm. Daim bu xəstə gönlümüz leyl-ü nəhar içindədir. İndi bu görək belə bir şey leyl-ü nəhar burada hardaydı? Şeirin Şəms-ü Qəmər hara getdi? Bu Şəms-ü Qəmərdir. Amma bundan üstə belə bir şey yoxdur. Mən ləblərini görmürəm. Buradan da aşağı yoxdur. Bu şeir, yəni o bu deyil. Bu başqa bir şeydir ki burada yoxdur. Gene oxuyaq. Qəndli balu şəkər şükrlə qəndli bal gül şəkər ləzzətini unutmuşam. Məsələn, burada o cür bir şey yoxdur. Ta ki benim ləblərin naz-u itab içindədir. Sirrisi ta həmey kögül zahid sorməsən iman olacaqdır. Arifi Rəbbihüm bülür, Arifi Rəbbihüm bülür kim bu şərab içindədir. Burada bu cür bir şey yoxdur. Şeiri burada oxuyaq. Əvvəl bu şey ki yazıbdır, onu oxuyaq. Şəms-ü qəmər ki yüzünün tabinə dözmədiyinədən eşqə əsir olan gönül ateş-i nar içindədir. Mən ləblərinin həsrətindən göz yaşımı tökərəm daim. Bu xəstə gönlümüz leyl-ü nəhar içindədir. Çərxi fələk əlindən mən heç vaxt qurtulmadım. Hərdən baxanda görürəm canım qubar içindədir. Məsələn, mən burada baxıram, qubar əslən görmürəm, çərxi fələk də görmürəm. Yəni, əvvəldə bir çərxi fələk olsa yenə deyərəm, məsələn, bir şey olubdur. Hər kim ki sevdi bir gözəl, çəkməlidir zur cəfa. Hər kim ki... Yox, burada belə bir şey yoxdur. Hər kim ki sevdi bir gözəl, çəkməlidir zur cəfa. Aşiq olanın məvaya məskəni dar içindədir. Yarın fəraqı yandırar gönlümü hər ləhzə mənim. Bu dərdimin dərmanı yox, canım şərar içindədir. Burada da eyni halda burada dür yazır. Yəni içindədir yazır hər şeyi. Burada içindədir yazır. Burada bir fərqidir. Deyirəm ki, bunu qəbul edirəm. Amma şeirin kümpleti hamısı burada yoxdur. Yəni. Yarın fəraqı yandırır gönlümü hər ləhzə mənim. Bu dərdimin dərmanı yox. Canım şərar içindədir. Gəl ey səba. Gönlüm evin yıxma cəfa eylə. Belə gör. Kim necə bu xəstə can hicran-ı xar içindədir. Badə içim məst olum mən bu cəhanın qəmindən. Gör kim gönül necə bu gün məst-ü xumar içindədir. Əslən belə bir şey yoxdur burada. Bu şeirin dili klasik Azərbaycan türkçəsidir və ədəbi gözəlliklərlə təzad, iham və muraat-ı nəzir doludur. Şair burada eşq yolunda yanmağı, günəşin və ayın belə dözə bilmədiyi bir böyük təcəlli kimi göstərir. Tamam. Burada bu şeirin heç bir ilgisi yoxdur. Amma bir beyti buradakı bir beytindən tutur. Bir-iki kəlmədən sonra. Qalanı tutur. Amma mən bir iş görəcəyəm. İndi bunu hangisini qoymuşduq? Bura Şəms-ü qəmər əgər yüzün. Bunu qoymuşduq. Tamam. İndi bir dana da ayrısını qoyaq. Surətün səfatinə aşiq-u valeh olmuşam.
Bunu mən biraz da çəkim buyuzduq. Qısaldım. Surətünün sifatına. Surətünün sifatına aşiq valih olmuşam. Aşiq valih olmuşam. Göz aşiq valih olmuşam. Göz mən əgərçi surətün tərfi nüqab içindədir. Göz səndir ehtimalən, ya sən deyil əlbəttə, mən olacaqdır. Göz baş tapıram, məndir, səndir, nədir? Mən əgərçi surətün tərfi nüqab içindədir. Bu qəzəlin tamamının bulmasını rica edirəm. Bəli, həttəmən bu qəzəl Məzun-i Qəşqayinin ən gözəl və tanınmış irfani aşıqanə qəzəllərindən biridir. Bu şeirdə şair sevgilinin özünün nurunu və gözəlliyini ilahi bir təcəlli kimi görür. Şeirin tamamını və dəqiq mətnini burada Məzun-i Qəşqayi deyə bu şeirin adını qoyur, amma belə deyil. Diqqət buyurun, ehtimalən indi bunu gərək tapaq ki, bu Məzun-i Qəşqayi hangi ildə doğulubdur? Görək ki, əgər rəhmətlik İmaduddin Nəsimdən çox sonra doğulmuş olsa, ola bilər ki, onun şeirlərindən götürübdür, nəzirə yazıbdır. Surətin sifatına aşiq valih olmuşam. Gözüm əgərçi surətin tərfi nüqab içindədir. Elə bununla başlanır şeir. Yəni bu şeir ki, qəzəl ki, deyir ki, kim yazıbdır? Məzun-i Qəşqayi yazıbdır. Bu elə bununla başlanır. Şəms-ü qəmər ki, yüzünün tabinə dözmədiyi nədən, eşqə əsir olan gönül ateş-i nar içindədir. Yenə həman üstəki şeiri gətirdi. Əvvəldə hey dedik, bunu düzün yazıcına yazmadı. İndi gətirib ki, bu beləsidir. Bu, yenə də bu deyil. Mən ləblərin həsrətindən göz yaşımı tökərəm daim, bu xəstə gönlümüz leyl-u nəhar içindədir. Belə bir şey burada yoxdur. Gəl ey səbabın ki, yox, bu elə yenə həmanı yazır. Amma bizim burada şairimiz Nəsimidir. Hardan bilirik? İndi bunu deyək. Zöhrə bu dəlaləti eylərəm eşqə fəris olur gönül. Həris olur. Xıları oxuyacaq, hı oxuyacaq, həris. Zöhrə dəlalət eylərəm eşqə həris olur gönül. Mən nə şumarəyi düşmüşəm, mən nə şumarə düşmüşəm, o nə hesab içindədir. Zülfün qəşəng nəsimə, burada Nəsimin əvvəl dedi. Zülfün qəşəng nəsimə zərqi hüsnüdür ey sənəm. Cümlə-i nun, bu cümlənün olacaqdır. Cümlənün bu Hüseyni kitab içindədir. Burada da Hüseynisini işlədibdir. Bu şeir kollən o Məzundan deyil, amma Məzunu deyək ki, Məzun-i Qəşqayi hangi ildə yaşamış? Məzun-i Qəşqayi və
İmaduddin Nesimi'nin yaşam tarixlərin qəməricə yaz. Görək ki, nə deyir? Bunların ikisi hansısı? Baş üstə qəməri hicri tarixi ilə mənabi'dan ən çox qəbul edilən amma bəzi ixtilaflı yaşam tarixlərini belə yazıram. Məzun Qəşqai 1180-də doğulubdur. Vəfatı 1223-də olubdur. Yəni 43 il zat hududən ömr eləyibdir. Qəşqai aşıq şairlər haqqında tarixlər çox vaxt təqribi verilir. Bəzi mənabə vəfatını 1220 deyibdir. 1230 hicri arasında da göstərir. Tamam, yəni 10 ilin içində bu adamın ölümünün şeyini yazıblar. Məzunun. Amma İmaduddin 770-də doğulubdur, 820-də ölübdür. Nəsiminin şəhadəti Hələbdə hurufi öydələri səbəbi ilə idələr olacaqdır ehtimalən, səbəbi ilə baş vermişdir. Vəfat tarixi 820 hicri qəməri üzrə əksəriyyət mənabidə müttəfiqdir. Tamam. Pəs bu məzun çox sonra olubdur. Onun üçün neçə il sonra olubdur? Bu dedim 1200-də ölübdür məsələn. 1230-da 20 ilə 30 arasında ölübdür. Bu da 800. Yəni 400 il sonra doğulub da gəlib bu adam. Yəni onun üçün bu 400 ildə təbii ki ehtimalən bu şeirlərdən bir iddəsi, yəni Nizaminin şeirləri bu adamın əlinə düşübdür. Onlardan bir bəndi ki çox xoşuna gəlibdir, alıbdır onun üstündən özünə şeir deyibdir. Yəni nəzirə deyirlər fikirlərim buna. Mən şair olmadığım üçün bunları da bilmirəm. Əlaqəm də o qədər yoxdur, amma indi təəssüf yeyirəm. Bilsəydim bunları oxuya bilərdim. Bəhri mühitə xoş düş kim dəryayı əzəm oldur. Bəhri mühitə düş kim, mən bunu düş oxuram. Kim dəryayı əzəm oldur. Omdən ölümdü gafil. Omdən olmə gafil. Nə üçün ki Adəm oldur. Ruhul Qudus dəmdən şul mərdüm ki dirildi. Ruhul Qudus dəmindən olacaq. Dəmindən şul mürdə kim dirildi. Təhqiq aləmində İsa bi Məryəm oldur. Tamam, mən indi bunu yazım görüm ki, əsrar tükün kənzən hər sinə məhrəm olmaz. Əsrar tü kənzə hər sinə məhrəm olmaz. Arif gərək bu sirrə nə üçün ki məhrəm oldur. Tamam, bu şeirin elə bu iki bəndin yazaq, yəni bir beytin yazaq, görək ki, bu şey buna nə gətirir. Ruhul Qudus dəmindən şul mürdə kim dirildi. Ruhul Qudus dəmindən şul mürdə kim dirildi. Təhqiqi aləmində İsa ni Məryəm oldur. Bu ғəzəli tamını bula bilərmi
sin deyə qoyaq burada. Amma bir işçi görək budur ki, bunu kopyalıyaq, aparaq şeydə də qoyaq. O da axtarsın. Bu da axtarsın. Görək bu nə tapır. Əlbəttə Çinlilərinki də var. Onu da açsaq o da bir məsələdir. Görüm onun adı nə idi? DeepSeek. Tamam. Bunu da açsaq, bunda da qoyaq, görək bu tapa bilər. Yəni tamam imkanlardan istifadə eləyək ki, tamam. Cimnay yazdı, Ruhul Qudusu yazmışdıq da. Bəli, həttəmən. Ümid ki, Şumaxandid bu yenə getdi bura. Mərhaba, xoş gəldin ey ruhu rəvanım, mərhaba. Ey şəkər ləbcanı şirin laməkanım, mərhaba. Belə bir şeir istədi, gətirdi bizə. Görək ki, əcəba bu nədir? Bunu bağlayaq. Tamam, bunu gətirir, bu Azərbaycan üçün yazdır. Görək ki, necə olacaqdır? Bu dədidir, bəli. Bu beyt Seyid İmadəddin Nəsiminin məşhur qəzəllərindəndir. Divanlarda ləfzi ixtilaflarla gəlsə də qəzəlin məruf və tam mətnlərindən birini həmun ərəb, türk, Osmanlı, Azəri yazısı ilə bura yazıram. Ruhul Qudus mədədindən şul mürdəcüm dirildi. İndi bu haradaydı, biz burada oxuyur, nə burada oxumurduq, burada oxurduq buna. Necə kitaba nə gəldi? Buradadır. Bunun əvvəlin niyə gətirmədi? Yox, bu şeydir, bu hansısıdır? Cimnay dayı mərizlədir. Əslində bu elə bir dənə şeir yapışıbdır. Onu gətirir, hamısını yapışdırır onun əvvəlinə. Bunu bağlayaq, Cimnayı bağladıq. Çünki bizə bir dərdə deyən bir söz demədi. Burada amma gəlir deyir ki, Ruhul Qudus mədədindən şul mürdə kim dirildi, təhqiq aləmində İsa ibn Məryəm oldur. Görək ki, buradadır. Tamam. Əsrar küntü künzə. Burada belə bir şey yoxdur. Baxın. Gör nə deyir Arif, bunda nə sirri var, kim həqqi bilir, həqqi həqqilə görür. Belə bir şey yoxdur bunda. Burada görürsünüz ki, tamam ikinci beytlərin hamısı oldurla qurtarılır. Burada o cür bir şey yoxdur. Yəni bu şeir deyil. Mən səndə sığdım, cahan məndə sığmaz. Bu söz Nəsimiyə həqdən xəbərdir. Belə bir şey burada yoxdur. Bu Nəsiminin bir başqa şeiri beləsi burada təşxis verdik. Mənsur əgərçə həqdən rüsvay aləm oldu. Bunu yazaq görək ki, tapacaqdır. Mənsur, əlbəttə burada Mənsur deyə bir ad gəlir. Bu kimdir? Bəlkə heç bu Nəsimi deyil. Əlbəttə biz də buna demədik ki, bizə Nəsimini gətirsin. Mənsur itirdik bunu. Mənsur əgərçə həqdən rüsvay aləm oldu. Mənsur əgərçə həqdən rüsvayı aləm oldu. Ondan ana nə qəmkim. Ondan ana anqa an aka nə غم aka نه
غم چیم نه غمچیم رسوایی عالم oldur. Bu gazelin, bu şiirin bütünün tapabilir misin? Cerrah bunu tapabilir. İndi burada çıdaq o Cerrah bu ne yazmıştı? Bu da bunları niye getiribdi biz? Bunu da bağlayaq. Çünki bu Çinlilərinki də bu günləri işləmədi, xəbər gətirdi şeyin yerinə. İndi burada bəli, bu beyti də Seyyid İmaduddin Nəsiminin məşhur hurufi qəzəllərindəndir. Divan nüsxələri arasında bu ləfz və tərtib ixtilafları olduğu üçün burada etibarlı və yaygın mətnlərdən birini Ərəb, Türk, Osmanlı yazısı ilə tam halda verirəm. Sonda da ixtilaf məsələsini qıssa deyərəm. Mənsur əgərçə həqdən rüsvay aləm oldu, ondan ana nə qəm kim rüsvay aləm oldur. Tamam. Dar üstünə çəkdilər haqq sözün dedikdə. Burada o cür bir şey yox idi. Nə əvvəlində var, nə də sonunda görürsəniz. Dar üstünə çəkdilər haqq sözün dedikdə bu sirri anlamayan dəavi aləm oldur. İndi burada biz görək belə əsra bəhri mühitə xoş kim ya bəhri mühitə düş kim dəryayı əzəm oldur. Umdən olmə gafil ehtimalən Adəmdən olma gafil nə üçün ki Adəm oldur. Bu Adəm olacaqdı. İndi mən biləsi Ruhul Qudus dəmindən şülmə mürdə kim dirildi təhqiq aləmində İsa ibn Məryəm oldur. Əsrar küntü künzə hər sinə məhrəm olmaz. Arif gərçi bu sirrə nə üçün gərək Arif gərək bu sirrə nə üçün ki məhrəm oldur. Gər bu gəlürün oxundan bir ox boyana kəndür gər bu gər bunların oxundan bir ox buyana gəndür çünki bu yarəlinin zəxminə mərhəm oldur. Surətdə gərçi dilbər məşuqədir vəlikin mənidən fil həqiqə aşiq hayy həm oldur. Mənsur gərçi həqdən rüsvay aləm oldu. Ondan ana qəm kim ondan ana nə qəm kim rüsvay aləm oldur. Burada mənsur deyə imzalayıbdır, amma ola bilər mənsur bir ayrı şair olsun. Yəni bu beləsi görünə bilir. Amma indi bunun burada yazdığı ilə gələndə burada baxırıq görürük ki, əslən bir-birinə bənzərləri yoxdur. İki dənə ayrı şeir idilər və iki ayrı lohu qələm, ərş-ü kürsi, cümlə, sənəd bu sözə şahid olan kön-ü məkan aləm oldur. Məndə tamam bu o deyil. Yəni bu da o şeirə nə
qəzələ baxdıq. Gələk bu birisinə. Burada Nəsiminin yenə görürük. Qəmginə şadlıqdır yarın qəmi və lekin. Qəmginə şadlıqdır yarın qəmi və lekin. Qəmi çox bilinməz yarın qəmi qəm oldur. Şul arifə kim oldu insəcabuz aləmdə şükr değil kim İskəndər o cəm oldur. Galu bilən zülfün canlı həm oldu. Yəni həmişə bil kim ərvahə həmdəm oldur. Cansız bədən nə bilsin ənfas-ı məhvin. Cansız bədən nə bilsin ənfasın xoş nə belə bir şey. Olcanə bu sözü kim bildi dəm oldur. Ey Kəbəyi həqiqi eşqün nə zəmzəm eylər. Bunu yazaq, bunu yazsaq bəlkə bir şey bizə çıxar. Yəni buranı düz oxuya bildim bu sətri. Ey Kəbəyi həqiqi eşqün nə zəmzəm eylər. Eşqün nə zəmzəm eylər. Kim susaş kim saşın ehtimalen susaşın Nəsimi eylər ki zəmzəm oldur. Bu qəzəli bula bilər misin? Bunu götürün gəlin burada yenə bu şeyi açaq bəlkə. Küsməyək bundan. Bəlkə taparıq. Vallahi istirik bir şey soruşaq da bu nədir? Buradadır. سلام برای این ابیات بسیار زیبا متعلق به عمادالدین نسیمی شاعر و عارف بزرگوار 8 هجری 9 نسیمی به خاطر اشعار عرفانی عمیق و لحن فولاد. غزل ای کعبه حقیقی eşkün ne zemzem eyler kimsusin nesimi eder ki zemzem oldur. İndi burada belə bir şey deyibdi amma vəsfində aciz oldur aşık nütqü güya mənidə bəhr bihəd surətdə möcəm oldur. Acaba belə bir şey var mıdır burada? Bu axirimci şeiri biz burada oxuduq. Amma buradan öncə bu belə bir şey yoxdur. Konu məkan içində yoxdur sənə müşabih. Eşqündə yandı canım. Bu dərdə mərhəm oldur. Belə bir şey burada yoxdur. Burada bu bunu tapdı. Gedək şuraq bu nə tapdı? Bəli. Bu beyt də Seyyid İmaddin Nəsiminin məşhur irfani hurufi qəzəllərindəndir. Divan nüsxələri arasında ləfz və tərtib ixtilafları olduğu üçün burada yaygın və etimad edilən mətnlərdən birini ərəb, türkcə, Osmanlı yazısı ilə tam halda verirəm. Ey Kəbəyi həqiqi eşqün nə zəmzəm eylər
Kim su saşan Nəsimi edər ki zəmzəm oldur. Burada o cür bir şey deməmişdi. Əvvəl bunu deyək ki, su saşan ola bilər ki, düz olsun. Nəsimi edər ki zəmzəm oldur. Bunu biz vermişdik bura, amma səndədir, səndür. Belə bir şey yox idi burada. Tufan deyil bu gərdiş. Durur dilün ətrafın. Hər ki bu sirri anlar, avarə dahi səndür. Belə bir şey yoxdur. Bu da Nəsiminin bir şeiridir ki, burada yoxdur. Bu üçü görürük, yəni yoxdur. Yenə də mütəəssifanə mən səndə sığdım, cahan məndə sığmaz deyə yəni bunlar gətirə bilmirlər. Yoxdur ki, gətirə bilmirlər də. Yəni çalışır bir şey gətirsin, gətirə bilmir. Bu bir ayrı şeydir. Sirri ilahi bilən şülxəttu xali bülür. Sirri ilahi bilən şülxəttu xali bülür. Xalə xəbər olmayan qəndə bu xali bülür. Qaş gözü möcüzi hayy metin etmiş anun. O bülür iş bu iti eyni yo dahi bulur. Hafiz əgərçə oxur yevmi niyadi vəli. Hafiz, mən hafiz oxuram. Əlbəttə bəlkə hafiz deyil, çünki bir danadır. Hatif də deyil. Hafiz oxuram deyilən, amma hafiz deyil, nöqtəsi yoxdur ya da silinibdir. Hafiz əgərçə oxur yevmi niyadi vəli. Sən bunda ay ki soğum ki bəlali bilür. Əcəb, indi hafiz məsələsi burada gələndə Fars hafiz zehnə gəlir. Amma bilir ki, Fars hafiz Şirazlı hafizin doğum və ölüm tarixlərin qəməri ilə yaz. Şirazlı Hafiz Xacə Şəmsəddin Muhammed Hafiz Şirazinin yaşam tarixləri qəməri hicri hesabı ilə mənabeydə belə verilir. 727-də, 792-də. Yəni üst-üstə deyə bilərik ki, burada bu da neçə deyildi? Hara getdi o? Ehtimalən bunda deyil, o birisindədir. Nəsiminin də tarixlərin yaz. O da 700, bu da 770-də, 820-də şəhid olubdu. 50 il ömr eləyibdi. 720, bu da neçədə dedi, ölübdü. Vəfatı 792-də olubdu. Ola bilər ki, Nəsimi Hafizdən mənim bu video niyə qutarıbdı, cəlibdir. Araşdırmamız hala devam edir şeyin üstündə. Ki bu kitab Nəsiminindir, yoxsa başqasınındır. Burada yetişdik Hafiz ilə əcəba bir dövrədə yaşır. Gördük ki, Hafiz bundan bir neçə il öncə vəfat eləyibdir. Yəni Nəsimi haradaydı? Əcəb burada indi istədik Nəsimini də.
Tamam. Nəsimi 770-də doğulubdu, 820-də şəhadətə yetişibdi. Hafiz isə Nəsimi budur, Hafiz haradaydı? Hafiz də 727-də doğulubdu, 792-də ölübdü. Beləliklə demək olar ki, Allah hər ikisinə rəhmət eləsin. Buradan 8 il, oradan da Nəsimi neçədə ölübdü? 20. 28 il Nəsimi Hafizdən sonra şəhadətə yetişibdi. Doğumlarında da 27 ildə 727-də Hafiz doğulubdu, bu da 770-də 40 il sonra deyək doğulub üst-üstə. 42 il falan sonra doğulubdu. Demək olar ki, ola bilər. Yəni bu ehtimalı gözdən tutmuram ki, Nəsimi Hafizi tanıya bilər. Ola bilər. Tamam. Bu birisi şeirə keçirik. Görək ki, acaba bu şeirdə əlbəttə bir şey oxuduq, amma mən bunu xətti oxuya bilmədim. Gərçə Əli şanə yazıram ol şanətən xəstə xətm etdügi Cəlli Cəlali bülür. Nəql verü ayatlı vaiz ödər sözü uzadır sözü. Nəql verü ayatlı vaiz uzadır sözü. Bu necə nə söylər əgər doğru məqali bilir. Əgər doğru məqali bilir, doğru. Şül sənəmin surətün kimsə ki əyan görəydi, qəndə bu vəchi hüsn ya bu cəmali bilir. Vəsl ruxun qiyməti hicrə yani can sevər. Firqətü na yanmayan qəndə visali bilir. Şəninə nun vəl qələm şəninə nun vəl qələm münzil olub dürgəşənc kim ki bu hərfi oxubdur veylali yəla oxuyubdur veylali bilir deməkdir. Bu bilmirəm, bunu oxuya bilmədim əsla. Ya da yəlali bilir. Gərçə Nəsimi bugün cümləsin oldu ki oldun dəli. Gərçə Nəsimi bugün cümlə sən oldun dəli. Kim bu sözü fəhm edər ol bu ziyali bilir. Tamam. Hətta bunu da əgər istəsək yazsaq görək ki, bunu tapa bilir. Gərçə Nəsimi bugün Gərçə Nəsimi bugün cümlə sən oldun dəli. Kim bu sizi fəhm eder ol bu ziyali xiyali bulur. Bu xiyal olacaqdır. Bu xiyali bulur. Bu qəzəli əski kitablardan
bular mısın? Burada da yenə Nəsiminin adını görürük, yazdıq. Bu da bildi. Gerçək Nəsimi bugün cümlə sən oldun dəli. Kim bu sözü fəhm edər, ol bu xiyalı bilir. Bu beyt Nəsimiyə mənsubdur, amma bu mətlə ilə başlayan qəzəlin tam və sabit mətni imruz elm aləmində yoxdur. Beləsi başlanmır, bu sonucdur. İstir deyək ki, gərək əvvəlin verəsən ta deyim. Qədimi divanlarda beyt böyle ixtilaflarla gəlib. Bugün cümlə sən oldun dəli. Bugün cümlə Gerçi Nəsimi bugün cümlə sən oldun dəli. Bugün cümlə sən oldun dəli. Bugün cümlə sən olduk dəli. Kim bu sözü fəhm edər? Kim bu sırrı fəhm edər? Axir misrada ol bu xiyalı bilir. Hökmü qəti. Beyt Nəsimiyə nisbətlə mötəbərdir. Amma bu mətlə ilə başlanan deyək buna ki, bu mətlə deyil, bəlkə son beytdir. Bu beytin üstünde yazılan tüm əbyat beytləri ən başdan ta bu beytə dəkin istirəm. Anladım və haqqlısan. Bu beyt mətlə deyil, məxləs son beytidir. Sualın da elmidir. Bu son beytin üstündə əski nüsxələrdə hangi beytlər var? Qəti və sadiq cavab belədir. Qəti və qeyyət elmi hökmü, elmi ələmi kimi yazıbdır, əlif ilə yazıbdır. Gerçək Nəsimi bugün cümlə sən olduq dəli, kim bu sözü fəhm edər, ol bu xiyalı bilir. Bu beyt, son beyt məxləs beyti olaraq Nəsimi divanlarının bəzi qədim nüsxələrində var. Amma bu beytdən üstündə ki beytlərin tam və sabit serisi ehtimalən sirəsi, elə bizdə də sirə deyilirdi, sirə, nəzmi, bir-birinin arxasıcan gəlmək. Heç bir əl yazma divanda başdan sona qədər qorunmuş halda yoxdur. Yəni bu son beyt var, amma ona bağlanan tam qəzəl zamana salim çatmamışdır. Beyt var, amma özü deyir yoxdur, calibdir. Biz bunu tapdıq özün əslində. Görək burada nə mənə deyir ki, nüsxələrdə bu son beytidən üstündə görünən beytlər, nümunələr, aşağıdakılar müxtəlif əlyazma divanlarda bu son beytidən üstündə görünmüş, amma sabit olmayan beytlərdir. Surətdə görünən sənsən, mənada dahi sən, hər nəyə baxarsan, eyni ol xiyal olur. Belə bir şey yox idi burada. Bu şeirdə biz oxuduq. Küfr iman pərdədir, Arif ona baxamaz, pərdəni açan kişi həqqi bir misal olur. Burada da bu yox idi. Mən dədəyəm, mən dedim, ənəl haqq mənsur edib dar. Bu sözdə can-ı sər, canda visal olur. Son beyt. Bu da odur ki, bunu dedik, yoxdur. Bunun, hər halda bu da şeirdir, bu şeirdə Nəsimidəndir. Buracan, yəni tapmışıq ki, bu şeirlər Nəsiminindir, amma bu divanlarda yoxdur. Qəni bir ehd-ü peymanın bütün yar, qın bir qul gerçek toğray dildal ya toğri dildal. Qını da ola bilər. Qını bir əhd-ü peymanını bütün yar. Qını bir qul gerçək toğri dildar. Qını dövründə bir qəlbi zoğalsız. Qını aləmdə bir
ərihə dünyadır, elə bir şey, dünyar. Qını haqqı bilir bir gerçək, ərkim ola anın toğri ya da toğri dilinin guftar. Qını ol encülü əri sədəf kim? Qını ol incülü əri sədəf kim? Bülünə atan bülülü şahsevar. Bu şeirin davamı var. Oxuyaq görək ki, qını dünyada yadı ol əmin kim? Kim anın gözlənə peyki dürlü əsrar, bin dürlü əsrar. Kim anın gözünə bin dürlü əsrar. Qını mənsurinin bir əhli haqq kim? Bunu biz qabaqdan qəti oxumuşuq. Bir də qını elə oxumuşuq. Bu qını o olacaq. Yəni o kəs ki. Qını mənsurinin bir əhli haqq kim? Əsil eşq içində baş berdar. Qın sadiqlərin razine məhrəm. Qın aşiqlərin rəncinə timar. Qın gerçəkliyin bir haqqqa aşiq. Qın gerçəkli bir haqqqa aşiq. Qın görür müsən bir əhli dindar. Qın qəfləti şərabində bir ayıq. Qın əsri dügülsə bir məndə hüşyar. Başlapadım. Bəzmində hüşyar. Qın əsrü dəhdənlərin bəzmində əsru gürün. Qın əsru kulun bəzmində hüşyar. O kəlməni oxuya bilmirəm. Qın mehrində bir sabit qədəm kim? Qın qoyum adın onun gerçək vəfadar. Nəsimi yar ilə çün yar olubdur. Nəsimi yar ilə çün yar olubdur. Qəmu aləm qəmi gər olsa əğyar. Nə qəm? Nəsimi yar ilə çün yar olubdur. Qəmu aləm nə qəm gər olsa əğyar. Qəmu hamı. Burada indi bunu görək əcəba buradan bir şeir yazsaq bunu tapa bilərmi? Elə bu Nəsimini olan görə. Bu beyti Nəsiminin bir qəzəlindən aldım. Lütfen bunun qalan əbyatın tapıb mənə yazasan. Nə mənə istəyirəm mən? Nəsimi yarilən çün yar olubdur. Qəmu aləm nə qəm gər olsa əğyar. Görək ki, bunu tapa bilir bizim üçün ya yox. Səni anladım və onca bir nüktəni açıq və dürüst deyim. Bu beyt vaqəən Nəsiminin bir qəzəlinin içindədir, amma o qəzəl əski divanlarda naqis qalıb. Buna görə tam və qəti mətni deyə
bildiyimiz tək parça həmi nüsxələrdə aynı olan bir qəzəl yoxdur. Bu nə deməkdir? Bu nə deməkdir? Tamam, nə deməkdir? De görək. Mən sənə əski əlyazma divanlarda bu beyt ilə birlikdə görünən əbyatın tamamını nüsxalara görə yaza bilərəm. Amma bunların tərtib və ədədi nüsxədən nüsxəyə dəyişir. Mən bunu sənə sadiqcə bildirim. Nəsimi divanlarının qədim nüsxələrində bu beyt ilə birlikdə görünən əbyat ərəb-türk yazısı ilə ixtilaflara dəymənədən Nəsimi yarın çün yarolubdur qəmu aləm nəfəsüm gər olaya əğyar. Beləsi yazıblar deyir. Surətdə görünən sənsən, mənada dahi sən, hər nəyə baxarsan ol eyni didar, küfr iman pərdədir, arif ona baxmaz, pərdəni açanlar haqq olur üşyar. Mən dedim, bunlar tamamən deyir, bunlar gəlibdir, bunlar bir şey deyil, yəni bu da yoxdur. Bu beyti, bu şeiri də Nəsimidən burada var, orada yoxdur. Ey yüzün səb'ül misani nəzzələr furqan budur. Nur-u mütləq haqqi kəlami qaf vəl Qur'an budur. Tamam, bunu görək nə deyir. Ey yüzün səb'əl misani səb'əl məsani nəzzələ əl-furqan budur. Baxaq görək qələtlərə. Ey yüzün səb'əl misani nəzzələl furqan budur. Nuri mütləq haqq kəlami qaf vəl Qur'an budur. Qaf vəl Qur'an budur. Ne yazmıştık burada? Bunu bize demişti. Anladım. Sen bura Nəsiminin irfani hurufi şəkildə yazılmış beyt və beyt verirsin, istəyirsin, beyti bura tapa bilim və şeklində elmi və dəqiq zikr edə bilim. Ey yüzün səb'ül misali nəzzələl furqan budur. Nur-u mütləq haqq kəlami qafu Qur'an. Qalif yazıb burada. Bunu mən dili istirah edeyim. Şaş burada bir şey de yazaydım şeyi. Lütfen bu beyti her hangi bir gazelin ya şiirin içinde bulursan o şiirin tamamın mənə yaz. Tamam, beləsi yaxşı bizə bunu yaza bilir. Bacüstözü və bərisi ibarət. Ey yüzün səb'ül misani nəzzələl furqan budur. Nur-u mütləq haqq kəlami qafu vəl Qur'an budur.
در هیچ منبع شاعری کلاسیک معتبر مثلا دیوان حافظ، سعدی، مولانا، نظامی، نسیمی و دیگران یافت نشد. یعنی تا این لحظه هیچ شعر شناخته شده و مستندی که شامل این بیت باشه در منابع ادبیات کلاسیک فارسی عربی به صورت قطعی پیدا نشد. این احتمال وجود دارد بیت اصلی قرآن نیست، عبارتی نزل الفرقان کلمه قرآنی است که از آیه در قرآن گرفته شده است. ولقد آتینا سبعا من المثانی و القرآن العظیم. Məsani də oradan alıbdır, tamam. Amma beyt kamil Furqan surəsində ey yüzün səb'ül misali nur mütləq haq kəlami ki این آیه قرآن نیست بلکه تبشیب ادبی است که شخص گروهی ساخته‌اند و در اینترنت یا منابع سنتی شعر اثبات شده یافت نمی‌شود. احتمال اینکه این شعر منسوب به یک شاعر معاصر یا عرفانی جدید باشد. تمام. این شعرها کلاسیک نیستند. بنابراین هیچ شعر یا غزل ثابت و قدیمی که شامل آن بیت باشد وجود قطعی ندارد. اگر منظور از این تو این است که اگر این بیت را از جای دیده ای مثلا در یک جزوه عرفانی سایت یا فلان میخواهی آن را مجموعه شعر منظور رو پیدا کنم یا واقعا کدام شاعر است من tamam bu şey oldu. Bunu bilmedi. Ey yüzün seb'ül mesani nezzel el furgan budur. Nur-u mütlak hak kelami gaf vel Kur'an budur. Şul hayati ani ey ki ani ki buldi tal'ati Hazreti ana Xizr anasi bulmuşam la'lun yani çeşmi heyvan budur. La'lunde şul hayati ani ki buldi tal'ati tal'atun Xatru anasi bulmuşam la'lunde yani çeşmi heyvan budur. Söylemek vaktinde şeriz lebler şirin lebler geden can yağar. Aferin şu cane ey can aferin Burhan budur. Söylemek vakti koy bunu yazın görün ne deyir. Söylemek vaktinde şirin leblerinden leblerinden can yağar yağar da olabilir yakar yağar diye yakılabilir. Aferin şu zane aferin şu zane ey can aferin Burhan budur. Bu beyti eski divanlarda bir gazel ya her cüre şiir içinde bulabilir misin? Görək buna nə deyir? Mən bunu istəyirəm ki, bilişdirəm. Buradan copy eləyəm, aparam. Google-i şeyə də qoyam bura. Görün bu nə deyir buna görə. بله این بیتی که ذکر کردید نیز متعلق به همان غزل بسیار مشهور و عرفانی سید مادالدین نسیمی است و در نسخه‌های خطی و دیوان‌های قدیمی نسیمی این غزل یکی از شاهکارهای او در بیان مفاهیم حرفیه و مقام انسان کامل محسوب می‌شود. Ey Kabe həqiqi eşqün nə zəmzəm eylər. Yenə getirdi. Yəni bu sertipert deyir. Rəsmən sertipert deyir. Hər nə verirəm qoyur onun birinin dibinə, davamında o birisiləri deyir. Yəni elə bir uşaq doğulur. Bunu bağladım. Kollən bu haqda dərdə deyinir. Yenə bu lağəl
bu ChatGPT لااقل biraz yaxşı bir şeyler deyə bilir. Görək burada nə deyir? Deyir ki, mən dəqiqən در منابع معتبر شعر کلاسیک فارسی و همچنین در پایگاه‌های بزرگ اشعار مثل گنجور و نسخه‌های شناخته شده آنلاینی نتوانستم هیچ غزل یا شعر مشخصی که شامل بیت شما باشد پیدا کنم. به عبارت دیگر، عبارتی مثل این: söylemek vaktinde şiirin leblerinden can yer. Aferin şu cana ey can aferin. Burhan budur. Buduru da düşübdü. İhtimalen ben yazmamışam hatmen. Budur yok var yazmışam ben. در دیوانهای شناخته شده شاعران کلاسیک مثل حافظ، سعدی، مولانا، خیام، خواجوی، کرمانی دیگران هیچ نسخه تایید شده ای که شامل این بیت باشد وجود ندارد. من جستجو هم به فارسی و هم عبارات احتمالی به همان ساختار انجام دادم و هیچ نمونه مستندی از این بیت در اشعار کلاسیک فارسی یافته نشد. به بیان ساده تر tamam. Lütfen bu beyti Farsça divanlarda yok. Belki Türkçe yazılmış divanlarda özellikle el yazma kitaplarda aktarabilir misin? Görək buna nə deyir? من با جستجو در منابع ترکی، آذربایجان و همچنین جستجوی ترکیبی در اینترنت بررسی کردم، اما هیچ شعر کلاسیک یا غزل ثبت شده در دیوانهای شناخته شده قدیم الیازما پیدا نشد که شامل بیت شما باشد. Söylemek vaktinde şiirin leblerinden can yakar. Belə bir söylemek var idi burada. Bəli. آفرین شو جان ای جان آفرین برهان budur باشد یا بیت مشابهی در قالب غزل، قصیده یا مثنوی پیدا داشته باشد. نتیجه دقیق و علمی. بیت شما در دیوانهای کلاسیک ترکی، آذربایجان، نسخه‌های معتبر، متون چاپی، اشعار شاعرای شناخته شده یافت نمی‌شود. این یعنی نه به عنوان بخشی از غزل مشخص مثلا از نسیمی، خاقانی، فضولی و نه به شکل شعر کامل در منابع الیازما یا نسخه‌های خطی معروف در منابع ادبی معتبر. Bunu deyək Türkçe yazmada, Türkçe yazda. Lütfen mənim sorularıma Türkçe və Türkçe cavab yaz. Getdi bir yolda ərəb dedim, getdi bir yolda latincə yazdı. Tamam, ərəb Türkçe. Sen soruştuğun söylemek vaktinde falan bu beyt qədim Türk divanlarında ya əlyazma kitaplarda da yoktur. Yani hiç şair məşhur Nəsimi, Fuzuli ya Qeybi divanlarda mevcut değil. Hiç nüsxə xətti ya çapi mətn değil. Mümkün olan halat: qovm arası şifahi şeir, muasir ya naşinas şair, dini falan. Tamam. Burada yoktu. Deyir ağa yoktu da. Bunun şeyləmə olmaz ki. Bu şeirlər yox. Bu yoxdur. Ey aram ey İrəm gülzari yüzün vey tağlar silsəbil ehtimalən. Aşıqın rizvanı sensin, roze-i rizvan budur. Gördüsüm qovsən nigara غصه-i iblis در گردسیمی حق sen nigara غصه sen iblis der edir erir iblis erir ver desem insan bu sığmaz aqli kim insan budur. Aqla olacaq bu da. Bu sığmaz aqla kim insan budur. Ey gələn توحید و ایمان küfr şər çuy adini gel bu ziba surete qıl sicdə
kim iman budur. Gel bu ziba surete kıl secde kim iman budur. Ey din xəndan ağzulu bitmiş o gönül çuyi. Ey din xəndan ağzı ötmüş o gönül çuyi. Gülü gel nur ruhsarın çuyin görküm gülü xəndan budur. Xətti oxuyamıram. Bu xətt ehtimalı çoxdur ki, elə Nəsiminin özünün olsun, yəni. Amma bunu vaqəən çalışıb, mən də bunları axtarmayacağam, çünki yoxdur. Dilbərin çuyində qurban ol, fəda ol canını. Dilbərin çuyində qurban ol, fəda qıl canıvi. Ey bəqasan canə aşıq, can dani can budur. Cavidani can budur. Ey bəqasan canə aşıq, cavidani can budur. Əhsən təqvim az kar edən iman fəqih. Az əhsən təqvim inkar eden imansız fəqih. Şul qəzar gönül kim evin haqq dedi şeytan budur. Şul oxuya bilmirəm, xətti çox zor oxuram və həyəcanlıyam, çox həyəcanlıyam, çünki fikir edirəm bir dənə kəşfə nail olmuşam və o da budur ki, Nəsiminin itən şeirlərini tapmışam. Umaram ki, yəni ahəngi ki işlənib şeirdə yazılıbdır, Nəsiminindir. Amma rizq-u təzvir-u زمایی geçdi ey zahid oyan. Rizq-u təzvir zamanı geçdi ey zahid oyan. Eşqə taət qıl kim oldu. Huranın durli nurudur. Eşqə taət qıl kim oldu. ehtimalen Duran'ın dürlü nuridir. Belə bir şey oxunacaqdı, amma oxuya bilmirəm. Aşıqın başlı onur şul nigar vəli zülfi uş. Aşık ol meydana gel kim tuğba çoğan budur. Ehtimalen bu Tövbə çoğan budur. Yəni ehtimalən bu məsələn nə cür deyim, göstərməsəm, yəni bunu yazmaq olar. Mən fikirlərim buna gərək bir dənə bir şey yazam bunu. Eşqə üçün dərman bulunmaz, get əməkdən ey həkim. Əm bulunmaz nəsnəsin, get ismi ol dərman budur. Əbsəm ol. Eşqə üçün dərman bülünməz, get əməkdən ey həkim. Əm bülünməz nəsnəsən, get əbsəm ol dərman budur. Gəl Nəsiminin əlindən badeyi nuş eylə kim. Gəl Nəsiminin əlindən badeyi nuş eylə kim. Layezali işrəti oldur. Xüsse suzi dəruni budur. Dürni. İndi bunu necə oxuyayım mən? Bunu yəni farsı oxuduğum məni qoymur bunu oxuyayım. Durni budur. Burada da gördük ki, Nəsiminin adı da gəldi. Oradan da bildik.
Ümmanə girən eşq ilə dürdanə ağrar etməz ya da. Ümmanə girən eşq ilə dürdaniyə oğrar. Şükranə verin canini cananiyə uğrar. Yanmaqdan əgər qorqarsan şəmə yağışmə. Gör atəşi kim neçəsi pərvaniyə uğrar. Mənsur ki bi cuşə gəlir seyl ənəlhəq. Şul sufi safi ki bu meyxaniyə uğrar. Təsbihli səccadə bu cür'iyə satır. Təsbihli səccadəyi bu bir cür'iyə satır. İndi bu biri də bundan bizə bilməli ki birdir bu. Bu deyil. Mən bu oxuram bunu. Bu birdir. Təsbihli səccadəyi bir cür'iyə satır. Hezar əhli risalən Hazar əhli risalun ki bu peymaniyə uğrar. Zənciri seçün şöyle dolu tutuldu ne kim aklın yetirilmez ki bu divaniye uğrur. Efsane satar aşıge efsun vaiz. Efsane satar aşıge efsun efsunla vaiz. Aşık geçen ol qisse ve efsaniye uğrar. گر دیر و حرم کعبه تحقیق نسیمی. زبان tavaf eyle خوبان tavaf eyle و minaya uğrar. Mən beləsi oxudum. Bu da yenə Nəsimidən gəldi. Mən bu kitabı bir iş görəcəyəm. Bu kitabı biraz kiçildim bunu. Aha. Tamam, mən bu kitabı buradan götürdüm, qoydum bura. Ki bunu mən özüm boş vaxtlarımda eləyə bilsəm, bunun üstündə işləyim. Çünki mənim nəzərimə bu bir kəşfidir. Və mən bunu tapdım. Nəsiminin bir dünya burada şeiri var ki biz bunu tanımırıq, bilmirik. Və internetdə də bunu tapa bilmir. Gərçə fərağa düşmüşəm, eyni visal içindəyəm. Tamam, bunu yazaq görək. Bunu yazaq görək, buradan bir şey tapır. Gərçə visalə düşmüşəm, gərçə visalə düşmüşəm. Acaba imlasını yazım. Gərçə visalə düşmüşəm, mü deyil. Bunu kiçiklədik burada. Gərçə visalə düşmüşəm, eyni visal içindəyəm. Eyni visal içindəyəm. Gəl nəzər eylə halımə, gəl nəzər eylə halımə, gör nə hal içindəyəm. Bu beyt
Hər hansı bir qəzəl ya şeirin içində olmuş olur isə onun hamısını mənim üçün yaz. Bu gözəl beyt Azərbaycan klassik ədəbiyyatının böyük arifi və şairi Seyid Nəsiminin məşhur qəzəllərindən biridir. Nəsimi bu şeirdə vəhdət. Yenə görürsünüz, gəldi həman keçmişi. Gərçə visali düşmüşəm, eyni visal içindəyəm. Gəl nəzər eylə halimə, gör nə xiyal içindəyəm. Ol sənəmin kəmalini şərh edə bilməz əhli dil. Mən nə bilim ki, hüsnünə necə kəmal içindəyəm. İndi görək, burada belə bir şey vardır. Daim ənəl həq deyərəm, həqq ilə həq olur gönül, mən bu gönüldə bulmuşam, həqq ilə hal içindəyəm, mehr ruhun təcəllisi gözlərimi münəvvər etdi, nur-i cəlal üzündəyəm, bədr-i cəmal içindəyəm. İndi görək, bunlar buracan oxuduğumuz əcəba burada vardı ya yoxdur. İndi bu şeiri əvvəldən oxuyur, gərçə fəra, bu birisində də baxaq əlbəttə. Mən Dərmanavi Türkçə, Azərbaycan klassik divanlar, nüsxələr, əlyazma kitablar və hətta mutun məddahi nöhəهای tarixi bu عنوان بخشی از یک غزل یا شعر şinasayı دریافت نکردم. این یعنی tamam. Bu dediş tapmadım. Bu da ki özündən götürdü bir şeir yazdı. Gərçə fərağa düşmüşəm, eyni vəsal içindəyəm. Gəl nəzər eylə halımə, gör nə hal içindəyəm. Vəsl ruhun zolalinə sustum, üşdə yanıram. Gərçə gözün göründü ey gözüm, gəlgə gözümdür ey gözüm, ay zulal içindəyəm, ay zulal içindəyəm, ya ab-i zulal içindəyəm, tamam. Vəsl ruhun zulalinə sustum, üşdə yanıram. İşte həman, gərçə gözümdən ey gözüm, ab-i zulal içindəyəm. Nəqş و xiyali surətün, sənmə ki bəndi iril, çün bi xiyal nəqş ilə, nəqş xiyal içindəyəm. Xürrəm edər ümid ilə vəsl ruxi bənvəli, xürrəm edər ümid ilə vəsl ruxun bəni vəli, vəsl ərişincə canü dil, canünə çün məlal içindəyəm. Vəsl erişincə canümə çün məlal içindəyəm. Tali sad eylədüm, sali sad ıldızım, kövkəbi bəxtə uğramış, ey şərəfüm, səadətüm, gəl ki vəbal içindəyəm. Zülfli qaş ger bu gün, əbcəd cim dalimiş, zülfli qaşun ger bu gün, əbcəd cim dal imiş, ben bu huruf-i şikl için cümle-i dal içindenem, cemil-i dal içindenem. Siz benim olduğun bu göze düşme zahir olmamış. Siz benim olduğun bu göze düşmənə zahir olmamış, münkir ilə bu mənidən qil ilə qal,
içindəyəm. Nəqşinə qaş alnu gəl verd gül verd nəsimi göglünü. Nəqşinə qaş alnu gəl verd nəsimi göglünü. Bəs bu səbəbdən ey neşin bədri hilal içindəyəm. Ey neşin. Burada da gene görürük ki bu şeir burada orada ki demişti, burada yoxdur. Gəlmişəm həqdən ənəl haq görünən mənsur olmuşam. Gəlmişəm həqdən ənəl haq gözünə mənsur olmuşam. Ruh qudsun nütqiyəm sər ta qədəm nur olmuşam. Loh mahfuz bənəm ruhiylə minik məhrəməm. Minik ya minik ya minin həmdəməm məhrəm deyil. Loh mahfuz bənəm ruhi ilə minin həmdəməm. Həşr üçün Muniran İsrafil həm sur olmuşam. Dahi onlara baxmıram, elə bunu oxuyuram çünki nəzərə gəlir ki bu yoxdur. Ta vücudin vəhdətün kəctən isbat eyliyəm. Musiyə istər və ya dünyar ilə nur olmuşam. Yanar nur olmuşam. Beləsi olacaq. Ta vücudin vəhdətün kisrətdə isbat eyləyəm. Musiyə istər və ya yar ilə nur olmuşam. Gərçə qayibdir vücudi hər nəzərdən taymun. Görnə nazir görnə mənzur, görnə mənzər olmuşam. Laməkanun gənci gibiyəm. Gərçə yerim pərviranədir. Eylədim mə'mur ani, görküm nə mə'mur eylə olmuşam. Surət و معنی بنم هم جان و هم چشم cümlə nun. Gör necə məni bəki surətdə məstur olmuşam. Şöhrəti افتد usandım. Şöhrət axtarır. Usandım şöhrətindən aləmin. Şöhrət axtarır, usandım şöhrətindən aləmin. Gərçə mər əladı əsfa. Gərçə mər əladır o əsfəldə məşhur olmuşam. Bunu bu cür oxumuşdum fikir edirəm. Bu da dedik ki Nəsimidəndir və bir iş indi görürəm burada qalsın. Çünki nəzərimə gəlir 2 saatdan çoxdur ki azalıb 2 saat olsun. 7-6 dəqiqədən sonra 2 saat olacaq. Fəqət baxım görürüm ki neçə dana şeir Nəsimidən burada var. Bu buradan gəlir. Buradan 1, burada 2, burada 3, 4. Bəzisi qəzəldir, bəzisi qəzəldən uzundur. Yəni bilmirəm bunlara nə deyəcəyəm. 5, 6, 7,
8 9 10 11 Fikrim 12 olacaq bu. 13 14 15 16 17 ehtimalə 18 mən bir danasını geçdim amma adını görmədim ona görə 19 20 21 Bəğdadidir ehtimalən bu da orada Bəğdad işlədibdi ola bilər ki olmasın görməmişdir Laləgün Cəhlidə meşkin var bəlkə də burada gəlir qutarır 22 23 23 24 24 İndi bir şey də yadıma düşdü onu da elərəm 2 saat da olsa 3 saat da olsa hiss ediləməz yəni işləmirik ki deyək ki işləyirik işimizdən qalacağıq ya məsələn şey olacaqdı eşq üçündür bu fikirəm buradan bizə adlarını görə bilmədim çünki xətt də biraz değişdi mənim gözüm ona adət eləmişdi indi biraz da xətt değişdi bəlkə də şeirin özü də değişdi çünki zahirən hər 5 beyti bir 5'dən sonra şeirin modelini değiştirir yəni istəyir deyək ki bunlar fərqli düzləşdirir amma aynı şeydə davam edir burada da 3 danalı beyt 2 dana deyil 3 dana ilə gedir yəni hər sətirdə 3 misra yazır bəli həylə gəldi davam edir əcəba burada Məsələn, burada bu şeirlər daha bu xəttdə olsaydı rahat oxuya bilərdim bu orta xəttdə. Yenə də həman xəttdə qeyddir. İndi istəyirəm bir iş görəm. Görüm əcəba bu işi görəcəyəm. Bu işi aha. Bunu biraz kiçiklədim. Tamam. İndi bunu əks saldıq. Gedək burada bu əkslərin içindən görək ki shot screen elədiklərimizi edit eləyək, verək görək oxuya bilir ya yox, hangisi oxuya bilir. Onu da bir görək da. Yəni bu buradan beləsi Hətta biraz da belə eləyim ki, deməsin ki, mən nəzərimə tamam. İndi biz gələk 2 yerə qoyaq, görək ki, bu nə oldu? Getdi ayrı bir yerə. Create image istəmirik ki, bizə də istəyirik ki, Deep search burada var. Cavab deep search elə. Amma tamam. O deep search qalsın. Biz onu deyək bizə bundan bu cür axtarsın. Bilmirdik bunu. Shopping search onu da istəmirik. Thinking onu da istəmirik. Create a falan. Nə oldu? Hara getdi?
dip şeylərinə, amma bizə deyilən burada bir əks istəyirik. Qoy onu eləyə bilsək biz bunu. Bu əksi buradan acaba kopyalaya bilirik, eləyirik. Gətirək qoyaq bura. Paste. Görək bunu upload eləsin. Bu şəkili mənim üçün oxur musun və yazır mısın? Yazır mısın deyək, oxur musun deyə yazmayaq. Tamam. Eyni şəkili aparaq burada Google-də bura qoyaq. Görək bu nədir? Təzyiq təhlil edir. Görək. Seyid-i Nəsimi əlyazma nüsxələrindən biridir ki, orada başqa bir qəzəl qeyd olunub. Maraqlı burasıdır ki, sizin ilk mesajda yazdığınız beyt gerçi visali düşmüşəm ilə bu şəkildəki qəzəlin qafiyə və rədifi eynidir. Hər ikisi içindəyəm, içindədir rədifi ilədir. Şəkildə qəzəlin oxunuşu transkripsiyası belədir. Tamam, yaxşı, öz görək bunu. Elə bir ki yazdı. Vəslivi kim ki görübdür, dərd-ü qəmdən imindir. Lülü ilə əlinə kim ki surəti teşni söz ara içindədir. Tamam, görək hələ. Kim ki, tamam, bu burada qalsın. Kim ki yüzgü olubdur sübh əzəldə roşena, ta əbəd ol qaranlıqlar bəxtinə muhaba içindədir. Qəlqələ düşdü aləmə, qulqulə düşdü aləmə, uykudan kəsildi zahidlər, fitnədir kənarımə qüssə ki qoğa içindədir. Gönlüm içində surətin cani gibi qılmışam əziz, cövhərin gizli gözünü kör kim necə xəza içindədir. Tamam, bu beləsi bir şey yazıbdı. Gedək şuraq bu nə yazıbdı? Hələ bu yazmayıbdı, devam edir. İndi ki bu devam edir. Mən burada indi bir dənə də iş təzəşdən zehnimə düşdü. O da budur ki, tamam bu kitabın şeirlərin dana-badana əkslərin salacağım, upload eləyəm, saxlayam. Tamam, bunu salmışdıq. Gedək bu birisi şeirin əksinə. Bu birisi şeirin əksinə və buradan buranın əksinə və acaba bunu bir zərrə kiçik eləsək nə olar? Çünki buradan bunun yarısı buradadır, yarısı buradadır. Bir cür edək ki ikisi də düşsün. Bu da buradan başlanır. Buradan, tamam, bu da buradandır. Bu da buradan başlanır və burada qutarır. Bu da buradan başlanır. Burada qutarır. Bunu yekəldə bilərik. Bu buradan başlanır və bunu bir zərrə kiçik eləsək yaxşı olar. Oradan başlanır, burada qutarır. Bu da buradan başlanır, burada qutarır. Bunu da yekəldə bilərik. Bu da buradan başlanır, burada qutarır. Okey, bu da yaxşıdır.
Bu da buradan başlanır. Burada yok, qurtarmır. Devam edir. Bunu gərək kiçildək ki, burada gərək qurtara bu. Çünki burada şeirin şeyi əvəz olur. Gərək bu burada qutarsın, amma bunu mən elə beləsi biraz yekəldim. Mənə o cür gəldi. Onun üzü ilə də elə bildiyimi elədim. Buradan da bunu salaq. Hı. Buradan bu üzə şeirin formatı əvəz olur. Bilmirəm, buna xəmsə deyirdilər, nə deyirdilər, belə bir adı var idi.
Məsələn, burada bir gözəl şeirinə rast gəldim vəsi. Xəmzəsi parığın natəvan در سینه kimsə bilməz halin onun üçdə xali bəndədir. Burada yazıb az Nəsimi است. Aşağısında yazıb az Nəsimi است. Nəsiminin burada bunu yekəldim. Nəsiminin burada çox şeirləri varmış. Ah, bunu necə eləyək ki, bu burada beləsə eləyim, fırladım bu əksin yer. Buradan idi. Tamam. Bundan izafi kiçikləşmir ki, bunu bir səhifədə yerləşdirəm, amma tamam, oldu. Ayda, neylədim mən bunu? Yaxşı, buradan gəldi. Tamam, buradan gəlmişdik.
Tamam, indi burada qıraqda da şeirlər var. Bu şeirlər də Nəsiminin ola bilər. Mən bunların əksini salıram. Yəni Allah mənə bir lütf eləmiş. Mən bu günləri bir dənə əski türk kitabları oxuyarkən mərhum Şəhid İmadeddin Nəsiminin bir çox şeirlərini tapmışam və indi bir iş görürəm bunun əkslərini salıram. Onun üçün də səsim çıxa bilmir. Bəzi şeirləri yekəldirəm, bəzisini kiçildirəm, yəni ya əks olaraq. Amma bəzilərində səhvədən səhvəyə salıram, yəni başqa bir iş görə bilmədiyim üçün. Əlbəttə bunların çoxu da bəlli deyil ki, onun şeiri deyə yox. Çünki məsələn bu şeirin fikirlərim ki 15-20 səhifədə elə bu cür davam edir, amma mən də əl yazı deyərək əl yazma deyərək bunları məsələn bilirəm ki, burada Nəsiminin adı gəldi yenə. Onu gördüm. Heç o birislərdə diqqət eləməmişdim, amma burada biraz diqqət elərkən burada yenə Nəsimi, bəli, burada ən azından bir yerdə Nəsiminin bu şeir üstəki ilə gələ bir yerə ki, bundan bu bir yerdə gələ, aha. Tamam, bu da burada bir şeirdir, Nəsiminindir. Onun üçün burada bu günləri bəzi dostlara əslən qulaq assalar da bəlkə faydası olmaya. Çünki burada mən əslində araşdırma aparıram. Özüm ləzzət aparıram, amma dostlara bəlkə danışmadığım üçün, xüsusən demədiyim üçün ki, mən nə qeyrirəm, bəlkə dostlara əgər baxan olsa şey olmuyor. Amma dediyim kimi bu kitabın mən səhifə-səhifə və bəzən şeir əksini salıram ki, saxlayayım. Əlbəttə kitab özü var. Kitabın özünü hətta götürdüm bir ayrı yerə fotokopi elədim, qoydum ki,
yəni əlimdə olsun, amma belə də istəyirəm qoyam ya öz vebloqıma ya şeydə yayam. Mən inandığım budur ki, bu kitab beləsi, yəni cəmən deyək 4 saat bunun üstünə vaxt qoymuşam, ya çox qoysam. Amma belə inanıram ki, bu kitab Nəsiminin şeirləridir. Və birinci dəfə bəlkə əlyazıda oxuyanlardan biri mən olam. Yəni şayad da mən birinci olam. Hətta bu qədər deyə bilərəm ki, bu kitabı kəşf eləmişəm əslində. Bu kitab internetdə var. Hamının da əlində ola bilər. Amma bu ki oxuyalar, tapalar və bunu üstündə çalışalar. Mənəm heç olmasa mən bunu tapmağı mənim əlimə düşübdü. Mənə şanslılar, Allah bu şansı yetiribdi. Cəlibdir. Burada da bir də şey görürəm xoşxətt yazılıbdı. Baxıram ki, nə əcəb bu xoşxətt yazılıb. Yəni xətt ilə yazılıb ki, mən oxuya bilirəm. Görürəm ki, farscadır. Amma bir şeydə tapmıram ki, görəm bunu yazan kimdir. Amma elə bu şeylə götürürəm ki, bəlkə bunu şey yazmış olar. Nəsimi cənabları, Allah rəhmət eləsin, ruhu şad olsun, şəhid Nəsimi İmadəddin Nəsimi yazmış olar deyə əkslərini salıram, sonralar baxaram. Amma adına da baxıram. Burada indi şey ki, həq bilirəm ki, Əhədinin gözü yaş görür. Burada da ehtimala bir Əhəd adlı bir adam olacaqdı ya da ki elə. Burada da yenə xətt qeyddə, həman xəttdə, qabaqçı xəttdə, ona görə bəlkə bir %93-cü səhifədəyəm. Məsələn, burada bir kəlməni gördüm, bunu normalda Sultan Süleyman Qanuninin şeirlərində görürük onu. Amma burada görürük ki, o cür bir şey işlənib də, acaba bu şeir onundur mu deyə, deyilmi deyə özümdən soruşa bilirəm ki, tamam, buradan bizə qoyuram qalsın. Allaha şükür edirəm ki, tamam, bunu burada qurtarıram. Allaha şükürlə bu günləri bu şeirlərə rast gəldim. Burada qurtarım. Bu görək nə olacaqdır. Allah ömür versə bir başqa gün bir ayrı kitabla türklərin yazdıqları, yaratdıqları ədəbiyyat, yaratdıqları dil, yaratdığı düşüncə, yaratdığı anlayış, yaratdığı uyğarlıqlardan bir ayrı kitablarla da ömrümüz olsa